C variantı 125-ci sual. Göründüyü kimi sual çoxhədlilərə aiddir. Birinci ifadəyə baxsaq, birinci çoxhədlidə oxşar toplananlar var. Ona görə də bu çoxhədli standart şəkildə deyil. Deməli, baxırıq ki, cavablarda D bəndində çoxhədli standart şəkildə deyil var. Deməli, 1-ə D bəndi uyğundur. Digər tərəfdən çoxhədlində oxşar toplananları islah etsək, alırıq ki, 3A kub B kvadrat üstə gəl 3A kvadrat B kvadrat. Göründüyü kimi bu çoxhəddinin dərəcəsi 5-ə bərabərdir. Çünki birinci bir həddinin dərəcəsi 5-dir, ikinci bir həddinin dərəcəsi 4-dür. Ona görə də bu çoxhəddinin dərəcəsi 5-dir. Deməli, 1-ə həm də Y bəndi uyğundur. İkinci ifadəyə baxsaq, görünür ki, ikinci ifadə çoxhədli deyil. Çünki dəyişənin üstündə mənfi ədəd vardır. Bildiyimiz kimi, çoxhədlidə dəyişənin üstündə ancaq natural ədəd ola bilər. Ona görə də ikinci ifadə çoxhədli deyil. Yəni, ikinci ifadəyə uyğun cavab A bəndidir. Üçüncü ifadəyə baxsaq, göründüyü kimi burada oxşar toplananlar yoxdur. Ona görə də bu çoxhədli standart şəkildədir. Ona görə də üçüncü ifadəyə uyğun cavab B bəndidir. Həm də bunu təşkil edən bir həddlərin dərəcələrinə baxsaq, birinci bir həddin dərəcəsi 3, ikinci bir həddin dərəcəsi 2, üçüncünün dərəcəsi isə 4-dür. Ona görə də bu çoxhəddinin dərəcəsi 4-dür. Deməli, üçüncü ifadəyə uyğun həm də C bəndidir.